Təsirlənmə əndişəsi anlayışından danışacağıq. Dünya filologiyasında təsirlənmənin, plagiatın konkret müəyyənləşmiş sərhədləri, dərəcələri, təyinatı var. Buna reminissensiya, kriptomneziya və başqa növlər aiddir. Dünyada təsirlənmək yox, köhnəni olduğu kimi təkrarlamaq pis sayılır. Amerikalı tənqidçi Harold Bloom'un bu mövzuya həsr olunmuş kult kitabı var. Təsirlənmə əndişəsi. Bu kitabda Bloom təsirlənməni bizim humanitar fikirdəki kimi neqativ amil, ittiham aləti saymır. Bloomun fikrincə hər şair bir yandan bənzərsiz olmağa çalışır, digər tərəfdən isə bunun qeyri-mümkünlüyünü başa düşür. Elə bu da kitabın adındakı əndişə halıdır. Bloom təxminən Freudin Edip kompleksinin olduğu kimi ənənə, klassika, sələf sayılan şair obrazı ilə ondan qopub bənzərsiz olmağa çalışan çağdaş şair arasında bir-birini cəzb eləyən, itələyən mübarizəni təsvir edir. Hər müəllif yazı yazmağa hər şeyin ilkini görən Adəm olmaq iddiası ilə başlayır. Ancaq cənnətdə olmadığını, dünyaya qovulduğunu və burada tək olmadığını başa düşür. Beləcə, ənənədə özünə yer eləməklə ondan qopmaq arasında yırğalanmağa başlayır. Hətta Thomas Eliot belə yazırdı. Tam şairlər təqlid edir, bişmiş şairlər isə oğurlayırlar. Pis şairlər götürdüklərini zay eləyirlər. Yaxşı şairlər isə götürdüklərini daha yaxşı, daha fərqli şeyə çevirirlər. Yaxşı şair çırpışdırdığı şeyi elə unikal şəkildə hissin məngənəsindən keçirir ki, onu əvvəlkindən tamam fərqli şeyə çevirir. Borges məşhur Don Quixote'un müəllifi Pierre Menard hekayəsində ümumiyyətlə orijinal mətn yazmağın mümkünlüyünə ironiya eləyir. Cervantes'in Don Quixote əsərindəki bir abzası olduğu kimi götürən Pierre Menard'ın dili ilə deyir ki, orijinal mövzu ola bilməz. Olsa, orijinal kontekst, üslub, yanaşma ola bilər.